Salam əziz şagirdlər, bugün noyabrın 30-da 7-ci sinif üzrə keçirilmiş biologiya fənn məktəblərarası fənn müsabiqəsi üzrə birinci sınağa baxırıq. Birinci sualda bizə nə deyir? Hüceyrə, toxuma, orqanlar sistemi, orqanizm düzgün cavab deyil. Çünki bu orqanizm quruluş səviyyələrinə aid bir mövzudur. 2-də təsvirə əsasən yanlış fikir müəyyən edin. A, B, D ifnəşələnmiş yarpaqlar sadə yarpaqlardır. Bəli, bu fikir düzgündür. C və Y mürəkkəb yarpaqlara aiddir. Bəli, barmaqvari, təklərəkvari. C ilə şərələnmiş yarpaq quruluşun şabalıd bitkisinə rast gəlinir. Bəli, C barmaqvaridir. At şabalığına çətinədə rast gəlinir. Y ilə şərələnmiş yarpaq quruluşun noxud bitkisinə rast gəlinir. Xeyr, bu cütlələkvaridir, rast gəlinir. Şabalıq, noxudda cütlələkvari, burada isə təklərəkvari göstərir. Düzgün cavab D variantı. Tozlamanı göstərir. İki bitki arasında göstərilmişdir. Birinci bitki götürsək, ikinci bitki. İki bitki arasında gedirsə buna çarpal tozlanma deyilir. Əgər bir bitkinin erkəkçiyinin tozcuğunun eyni bir bitkidə yerləşmiş dişinin ağacına düşmə prosesidirsə buna öz-özünə tozlanma deyilir. Düzgün cavabımız A düzgün cavabdır. Çünki bu öz-özünə tozlanmadır. Bizdən yanlış izləyir. C deyir ki, 2 ilə göstərilən çarpal tozlanmadır. Bəli. İkinci də tozlanma alma bitkisində müşahidə olunur bilər. Bəli, kitabda qeyd olunur tozlanma hansı növ bitkide müşahidə olunur. B-də isə deyir ki, birinci tozlanma daha çox genetik müxtəlifliyə səbəb olur. Xeyr. İki orqanizm ayrı olduqda, genofond birləşdikdə genetik müxtəliflik fərqli olur. Düzgün cavab B. Naməlum bitki novunun zoğu üzərində 7 buğum arası rast gəlinibsə, demək n-1 bərabərdir 7, n bərabərdir 8 tapdıq. Bizim nəyimiz var? Buğumumuz var. 32-ni böləcəyik 8-ə 4 yarpaq. 4 yarpaq deyirsə demək bu topa düzülüşdür. Topa düzülüşdə minimum 3-dən başlayırdı. Yasəmən gicitgən qarşı-qarşıya günə baxan növbəli. Düzgün cavab qarğa gözü. B-də isə deyir ki, tapmaq üçün obyektivin okulyarın hasili eləyir 1500. 1500'ü də vuracaq 0,2'ye eləyir 30. Cavab milimetrə verib santimetrə çevirdikdə isə böləcəyik ona. Düzgün cavab D variantı. Uyğunluğu müəyyən edin. A. Spermatozoiddir, erkəkdir. Demək, buna aiddir 2. Dişi orqanizm qametidir, yumurta hüceyrədir. Buna aiddir 3. Kiçik ölçülü hərəkətlidir. Bura aiddir 4. Çünki spermatozoidin qametisi var. Hərəkətinə kömək edir. 5. Balıqlarda və quşlarda adi gözlə mümkündür. Bəli, yumurta hüceyrədə görmək mümkündür. 6 heç birinə uyğun gəlmir. Çünki sin hüceyrəsinə aiddir. 1 isə zigotun əmələ gəlməsində iştirak edir. Bəli, maylanma getdiyinə görə biz bunu misal göstərib deyirik. Düzgün cavab burada A variantıdır. 7-ci sualda isə orqanizm yenə quruluş səviyyələrini göstərir. Hüceyrə, toxuma, orqanlar sistemi və orqanizmdən göstərilir. Demək, burada düzgün cavab bizdən yanlış cavab istəyir. Yəni ki, yanlış cavab o deməkdir ki, burada verilənlərin içərisindəki cavab uyğunsuzluq var. A. İri vakuola malik ola bilər. Bəli. Hüceyrədə vakuollar iri də ola bilər və xırda da ola bilər. B. Bitkidə 6 qrupdur. Bəli, 6 növ toxuma qrupu var. Y orqanizm səviyyəsidir. Bəli, bu da düzgündür. C və D bütün çiçəkli bitkilərdə ola bilər. C və D. Xeyr, fərqli bitkilərdə ola bilər ki, ikisindən biri olmaya da bilər. Bu da C variantıdır. 8-də doğru fikir müəyyən edin. Demək, burada gəlin variantların işləməyə sizə yolunu göstərim. Əgər burada Y bitkisi, Y ilə bağlı 2 fikir varsa, avtomatik biz Y ilə bağlı olan fikirlərdən biri doğru olacaqdır. Y mexaniki toxumadır. Xeyr, mexaniki toxuma yalnız lif və boru olarsa olacaq. Bu Y özündə ehtiyat qida maddəsi taplayır. Düzgün cavab. Çünki bu kombi toxumasıdır, parenxim toxumasına aiddir. 9-da isə kökün hüceyrələrinə aiddir, kökün zonalarına aiddir. Baxan kimi biz burada təyin edə bilərik ki, Y əmciteldirsə, sorucu zonadır, canlı hüceyrədir. Y hüceyrəsi nüvə yoxdur fikrini biz burada səhv götürəcəyik. Çünki əmci tellər canlı hüceyrələrə aiddir. Z kökün köküsküdür, zonası sayılmır. Kökün o hissəsinin zədələməsindən qoruyur, uzuna bölməni təmin etmir. Bizdən doğru fikir istəyir. Uzuna bölmənin
bölünmə zonası göstərir. X-in məhv edən hüceyrələri Z-in hüceyrələri hesabına bərpa olunur. Xeyr, Z burada heç bir hüceyrə bölgüsü keçirmir. Z bir-birinə sıx yerləşmiş, bir neçə qat əmələ gətirən canlı hüceyrədən təşkil olunmuşdur. Düzgün cavab D variantı. Əgər ürəyə gələn, daha doğrusu ciyərə gələn qandırsa, bu avtomatik karbon qazı misalıdır. Ciyərdən çıxırsa təmizlənmiş qazdır, oksigendir. X karbon, C variantıdır. Bu düzgün cavab. Digər Y isə oksigendir. Bu gülçəklər fəsiləsinə aiddir. Çünki alma gülçəklərə aiddir. K5, L5, Y sonsuz, D sonsuz. Avtomatik olaraq müəyyənləşdirdik ki, burada düzgün cavab A variantı. Şəklə baxanda da görə bilərik biz bunu. 12-də göbələyin, daha doğrusu bakteriyanın spor əmələ gətirilməsidir. Bizə tez bir zamanda cəlb edən cavab A variantı. Çünki göbələklərdə yalnız çoxalmağa xidmət edir. Bakteriyalarda isə özü müdafiə sistemini yitirir. 13 bitki hüceyrəsinin quruluşunu göstərir. Bizdən uyğunsuzluğu istəyirsə, demək ki, burada verilənlərin içərisində səhvlik var. 1 vaka olur, bəli. 2 mitoxondridir, xeyr. 2 plastitlərdir. Demək, biz burada 2 ilə olan variantları saxlayacağıq. Bu getdi, qaldı C və D. 3 membrandır, xeyr. 3 sitoplazmadır. 5 hüceyrə divarıdır. Bu da düzgün cavabdır. Düzgün cavab biz burada 2, 3, yəni C variantı. 14-də klasterdə sual işarəsinin yerinə yazıla bilən öyrənən elm sahəsi 2-yə bölünmə deyirsə, mikroskopik deyirsə, bir hüceyrəli deyirsə, söhbət bakteriyadan gedir, öyrənən elm isə bakteriya. Düzgün cavab D variantı. Uyğunsuzluğu müəyyən edim. El zoğun iki qonşu buğum arasındakı qalan hissəsidir. Bəli, buğum arasıdır. K zoğun və ya tomurcuq hissənin birləşdiyi hissə buğumdur. Bəli, yarpaq saplağının zoğa birləşdiyi hissə buğum adlanır. X zoğun uç hissəsində yerləşən təpə tomurcuğu onun uzun bölünməsini təmin edir. Bəli, interkalyar bölünmə. D. Z yan yarpaqla gövdə arasındakı yarpaq qoltuğunda yerləşən əlavə tomurcuqdur. Xeyr. Əlavə tomurcuq zoğun üzərində olur. Bu qoltuq tomurcuqdur. Düzgün cavab burada D variantıdır. 16-da isə göstərilib bu əmci tel, A əmci teldir, B spermatozoiddir, C eritrositdir, D isə bitki hüceyrəsinin quruluşudur. Şəkildə 2 bitki hüceyrəsi təsvir olunmuşdur. Bəli. Təsvir edilmiş bitki hüceyrənin yalnız birinin tərkibində xloroplast ola bilər. Bəli, söhbət bundan gedir. Şəkildə A və B heyvan hüceyrələridir. Xeyr. Burada A əmci tel bitkiyə aiddir. C heyvan hüceyrəsi olub, oksigen daşıyır. Bəli, eritrosit heyvanlarda olub. Budur. B sinir hüceyrəsidir. Xeyr, spermatozoid cinsiyyət hüceyrəsidir. B hüceyrəsi fəal hərəkətlidir. Bəli, A, B, D, F. Düzgün cavab A'dır. 17-də yanlış fikri göstərirəm. Nəyi demək istəyir burada? X bitkisində hər birində dişicik, birində erkəkcik varsa, bir cinsli 2 evlidir. Çünki bunun hərəsinin bir bitkidə yerləşibdir. Y isə 2 cinsli bir evli bitkidir. A variantını deyir ki, X eyni bir çay üzərində həm mayalanma prosesi, həm də torcuğun əmələ gəlməsi baş verir. Xeyr, düzgün cavab budur. Çünki yanlış fikir istəyir. Deyir ki, X ayrı cinsi çiçəkdir. Bəli, ayrı-ayrı bitkidə yerləşir. Y çiçək üzərində həm tozlanma, həm də torcuq dənəsi əmələ gəlməsi baş verə bilər. Bəli, çünki burada 2 cinsli bir evli bitkidir. X-də eyni bir çiçək üzərində tozlanma prosesi və torcuq dənəsi əmələ gəlməsinə rast gəlmək olmaz. Burada olmaz deyil, bu fikir düzgündür. Düzgün cavab A variantıdır. 18-ci testə baxırıq. Hansı strukturda yerləşən hüceyrələr gələcək cinsi hüceyrələrə başlanğıc verir? Söhbət burada reproduktiv orqanlardan gedirsə 2 və 4. Yəni 4 burada dişiciyin quruluşudur, 2 isə erkəkcikdir. Cavab burada C variantıdır. 3-ü götürənmərə, çünki 3 burada ağızcığına aiddir, yəni dişicinin hissəsidir. 19-cu testdə isə müsbət qulunacağı əsas kök rüşem kökünü inkişaf edir. Bəli, mikosistemi düzgündür. Soğan və sarımsaqda əsas kök yaxşı inkişaf etmişdir. Səhvdir, saçaqlı kök sistemidir. İncikçəyin torpaqda yerləşən bütün orqanları kökləridir. Xeyr, kökümsovda gövdə şəkli dəyişməsidir. Tomurcuq xaricdən pucuqdan ötürülmüşdür. Bəli, xarici mühitin təsirindən qoruyur.
Çiçək bitkilərinin generativ orqanlarından biridir. Düzgündür. Əlavə köklər həm bitkinin gövdəsində həm də yarpağındadırsa, bəli, düzgün fikirdir. Çünki əlavə köklər gövdə və yarpaqdan əmələ gəlir. Yarpağın gövdəyə birləşən hissəsi buxmarası yox, buxma adlanır, səhvdir. Buxda mikök sistemi olan bitkidir. Xeyr, buxda kök saçağı kök sistemidir. Daxıllar fəsləsinə aiddir, birləpərlər sinfinə aiddir, səhvdir. Generativ tomurcuqdan çiçək inkişaf edir. Bəli, bu fikir düzgündür. Generativ tomurcuqdan çiçək, meyvə, toxum əmələ gəlir. Demək, burada biz baxırıq ki, hansı variant uyğun gəlir. 1 müsbət, 2 dənə arxa cavab, eyni cavab mənfi, 3 müsbət, sonra 2 mənfi. Mən səhv etmirəmsə burada B variantı olacaq, amma siz yenə də uyğun varianta baxarsınız. Ola bilər mən nəzərdən qaçdım. Müsbət mənfiləri düzgün işarələyib tapa bilərsiniz. 20-də yanlış fikri göstərin. Düzgün cavabımız bu paralel damarlanmadır. B-də isə tor şəkli damarlanmadır. Elə burada düzgün cavab D variantıdır. Niyə? Çünki B damarlama formasının qarğıdalda xeyr, qarğıdalda qövsvaridir. Soğan kimi bitkilərdə isə tor şəkilli yox, paralel damarlanmadır. Düzgün cavabımız elə burada D variantıdır. 21-də isə 21 bu kitabda və iş dəftərində olan sualları səhv etmirəmsə, şəkildə orqanizmin hansı təşkil səviyyəsi əks olunmuşdur? Bu toxuma səviyyəsidir. Düzgün cavabımız C variantıdır. Çünki hüceyrələr bir-birlərindən birləşib, toxum arası maye ilə birlikdə epitel toxumasının növləri əmələ gətirir. 22-də yarpaq şəklini dəyişirək bılcığa çevrilmişdir. Söhbət noxuddan gedir. Çünki üzümdə, çiyələkdə, lobyada gövdənin formasının zoğum şəkil dəyişmələrinə aiddir. Sonra 23-də uyğunsuzluğu müəyyən edin. A. Mikök sistemidir. B. Saçağı kök sistemidir. A kök sisteminin toxumdan inkişaf edən kök olmaya bilər. Niyə ki? Çünki burada əsas kökdür. Digərinə baxaq. B kök sisteminin toxumdan inkişaf edən kök növə nəzərə, aydın nəzərə çarpmır. Bəli, düzgündür. A kök sistemində əsas kök aydın seçilir. Bəli, bu fikir düzgündür. Aydın seçilir. A kök sistemi yaxşı inkişaf etmiş, əsas kökü və yan kökləri var. Bu da düzgün cavab A variantıdır. Çünki toxumdan inkişaf edən kök deyirsə, əsas kök rüşem kökçüyü ilə inkişaf edir. Mikroskopun optik hissələri dedikdə okulyarı götürəcəyik. Okulyar və obyektivlər götürülür. 1 və 3 A variantı. Sonuncusuna baxırıq. Düzgün fikri seçin. Heyvan hüceyrəsindən fərqli olaraq bakteriya hüceyrəsində nə olur? Söhbət hüceyrə divarından gedir. Çünki hüceyrə divarı həm bitkidə, həm bakteriyada olur. Xloroplast bitkiyə aiddir. Plazmatik membran heyvanlara, qlafın daxili hissəsidir. Bakteriyalarda da var, heyvanda da var. Ribosom isə hamısında var. Yalnız hüceyrə divarı yoxdur. Belə uşaqlar, nəzərinizdən qaçırdığımız məqamlar varsa, şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun.